Qaqa duraq taxtaları da yığaq ora. Ondan sonra biraz görə başımıza nə gəlir. Nə elədin? Xazeyindən pul ala bildin? 100 manat verdi. 100 manat verdi. Aha. Bəlkə bir ildir kafeyə getmirik. Bəlkə bugün gedək kafeyə. Gedək gəlirsək. Hə də gedək də bir ildir getmirik. Elə yet hammal kimi işləyirik. Ancaq işləyirik. İşimiz yüzümüz işləməkdir. Bəlkə gedək. Yemək ye. Yemək ye, hə. O da deyən görüm, zək gəldi. Alo. Bəli, salam. Sizin arat eləyən bu Azərişiqandır və sizin işıq pulu borcunuz biraz yığışıb, 30 manat sizin borcunuz var. Zəhmət olmasa bunu sabaha qədər ödəyin ki, ödəməsəz kəsim olacaq da, yəni müdiriyyət belə deyib. Mənim gözüm üstə. Bu da ad bu. Yaxşı. Ha, deməli 30 manat işığa çıxıq, orada yerdə nə qaldı? 100 manatdan 30 çıxanda nə qədər eləyir? 70 mi? 70. Yenə yaxşı da 70 manat var da qılış. Gedib oturarıq kafedə. Yenə biraz baxmadan. 70 manat oturmaq olar. 70 manat oturmaq baxmadan nə yeyəcəyik? Zabaşı araq içmirik, bir şey eləmirik də. Nə varacaq orada? Orada belə də şey, ada deyən zək gəldi. Alo. Salam aleyküm orada. Salam. Öyle sen bu kadın pulunu niye ödemişsin? Bak sen bir tane daha demişsin. Her defa da değilsen ödeyeceğim. Zahmet olmasa bu kadın pulu sabah akşama kadar öde. Aha. Bizim de canımız olsun sana da bir şey günde ve sen aktarmalı. Yaxşı, bu gün almışam, ödəyəcəm. Yaxşı, bu gün almışam, ödəyəcəm inşallah. Bu da ad boyuydu. Nə oldu ya? Qaza da 40 manat. Digər cavab ver. Həsən. Demək Nə 70 qalmayıb? Oradan 40 da qaza çıx. Qaza çıxına deyə. Qaqa 30 manat sənin şeydir. İşıq. Ha. 40 da qaza çıx. 90 manat. 90 manat. Ay yox ya 30-dan 40 çıxanda neçə edir? Ay yox ya 30 manat o 40 manat 70 manat. Yerdə qaldı 30 manat. 30 manat. Gedək də 30 manatdan görək nə qaracaq. Biz ya araq içmirik, bir şey eləmirik. Prosta görsünlər ki, biz də kafeyə gəldik də qaqaş. Biz də bir otururuq. O şeyim qulaq as. Deməli oldu şeydə. O bizim 30 manat pulumuz qaldı. Hə də 30 manat pulumuz qaldı da qaqaş. Ay şey 30 manat zordur. Hə, bəs. Bir ildir getdi. Ha, özü belə də ki, adam cibində çox pul olan çox xərcləyir. Hə, elə bəs deyir ki, fəhlə adam olsun, 15-20 manat işləyən adam bizə lazımdır. Allah Allah. Özümüm. Ay, tuşonçu. Alo. Salam. Ay sağ baş ne derim bu ne olursa akşama tek ol getiren bu 50 manat maçıda borcum var onu getir. Ha, bilirəm. Alo. Ha. Bu 50 manat maçıda borcum var onu getir. Yine sabah mala gideceğim kadın alım sen gözleyirəm. Bak sabah yoksa ben mala gidebilmeyeceğim. Suratını akşama tattır yine o pulu. Ha, bugün almışım. Bak gözleyirəm sen. O gün demiştin ki bugüne pul alacağım. Aldım ha. 100% olsun ha. Yaxşı inşallah. Yaxşı. Ola bu da üzülmə səndən ya. Bu nədir? Üzülmə. Bu nədir? Nə qədər gedir? Ömrümüz oncaq işləməkdə gedir qardaş. Heç də borcumuz var. Ulan bu nə dedi? 50 manat. Bizim də 30 manat pulumuz qaldı ya. Ay, tu içinə. 20 manat. Bu gün də gedəmədi. Qaqa gəl belə eləyək. Yox 20 manat. Onsuz da bir ildir getmirik də. Ki birindən 20 manat borc tapaq. Bu ay ümumiyyətcə bunları bağlayaq. Gələn ay Allah kərimdir. Gələn ayda görə bir dənə vaxt eləyək gedək kafeyə. Bir oturaq da. Gələn ay gedək. Ha, heç olmuyor. Demirəm ki kebab yeyək. Gedək qatok uzatmasına yumurta. Mən sosiskiyə də razıyam. Sosiskiyə də razıyam. Mən də razıyam. Kalbasıya da razıyam. Hə, özümü. Gedəmirik, bu nədir ya? Bir abırçılıqdır ya. İşləməyəcəm. Ay yox. İşləməyəcəm. Qoda işləyirəm. İşləməyəndə də ev var, qənd var, çay var, yağ var. Axas, dur ya, işləyən yeməcələnirsə. İşləyəndə də borcum var, işləməyəndə də borcum var. Qardaş, biz elə hambal gəlib hambal da gedəcək. Dur ayağa, dur.